İranda Azərbaycana münasibətdə gəlin səmimi etiraf eləyək ki, bir ziddiyyətlər mövcuddur. Düz deyil, biz bayaqdan bəri danışdıqlarımız içində qismən bu məsələyə toxunuruq. Və bəzi dairələr anti-Azərbaycan ritorikasını yürüdürlər, davam elətdirirlər. Sizcə İran daxilində bu Azərbaycana münasibətdə fərqli yanaşma nədən qaynaqlanır İranın özündə? Buna səbəb nədir? Əvvəla mən bunu demək istəyirəm ki, ümumi baxış müsbətdir. Mən istisna etmirəm ki, belənçi qeyd etdiyiniz baxışlar da vardır, amma o ümumi baxış sayılmır. Ümumi baxış tamamilə müsbətdir. Yəni həm xalqın, həm dövlətin Dövlətdəki öz yerində. Bəli, dövlətdəki mən deyə bilərəm ki, rəsmi, mənfi baxış yox. Bunu qəti şəkildə deyirəm. Xalq və cəmaatın baxışı da ümumi şəkildə tamamilə müsbətdir. Amma o mənfi baxışlar ki var, bəzi yerlərdə onlar özünü daha güclü göstərir. Onun səbəbi budur ki, o insanlar mediaya yaxşı çıxışları olur, onlar bəziləri yaxşı yazıcıdır, yaxşı yazır və deyə bilərəm ki, sözünü daha rahat şəkildə yayır. Amma o demək deyil ki, ümumi baxış belədir.